Hər vaxtınız xeyir. Deməli, təcrübə paylaşımı videolarımızın 4-cü buraxılışına gəlmişik. Və bu dəfə biz danışacağıq xatırlatmaq məsələsindən. Mən öz təcrübəmə əsasən insanlara mənə nəyisə xatırlat demə haqqını özümdə görmürəm. Bunu qəribə hesab edirəm. Yəni bəzi adamlar mənə zamanında belə şeylər deyiblər və bu mənə qəribə gəlib. Ümumiyyətlə niyə qeyd etmirsən? Qeyd etmə imkanın varkən, ümumiyyətlə dəftər və ya telefonla qeyd etmə imkanın varkən, niyə mənə xatırlat demə haqqını özündə görürsən? Bu formada düşünmüşəm və nəticə olaraq özüm də o gündən sonra artıq insanlara mənə xatırlat demirəm və ya az deməyə çalışıram. Çox az hallarda deməyə çalışıram. Və düşünürəm ki, o insanlar ki, həyatlarında assistantı olma mərhələsinə gəlib çatmayıblarsa və assistantlarına demirlərsə bu sözü ki, mənə falan şeyi xatırlat. Onların ətrafındakı insanlara mənə xatırlat demə haqqı çox yoxdur. Ola bilər bəzi kənara çıxma halları olsun, amma əksər halda yoxdur. Amma mənim gördüyüm insanlar bir-birinə rahatlıqla deyirlər, deməməlidirlər. Təbii ki, deyən tərəf də, bunu qəbul edən tərəf də bu barədə rahat hiss edirsə problem yoxdur. Yəni mən burada problem yaradan kimi görsənmək istəmirəm. Amma məncə bir yerdə bu problemə səbəb olur. Çünki xatırlat deyən xatırladılmağını gözlədiyinə görə məsuliyyət götürmür. Digəri də dediyinə görə digər tərəfin artıq yadında qalacağını düşünür və xatırlatmağı da yenə xatırlatmaq məsuliyyətini də götürmür. Çünki onun xatırlatmaq məsuliyyəti tam olaraq yoxdur. Ona sadəcə reaksiya verilib ki, xatırladarsan, misal üçün, sən xatırladarsan. Mən götürəcəm, sən də xatırladarsan. Bu formada deyilib. Nəticə olaraq bunlar bir yerdə problemə səbəb olacağını düşünürəm və bu məsələni aşmaq üçün ümumiyyətlə xatırlat deməmək lazımdır. Maksimum çalışıb xatırlat deməmək lazımdır. Bəzi insanlar hətta həyat yoldaşlarına və ya sevgililərinə belə şeylər demə haqqı özündə görürlər, hələ ki onların münasibəti ilə bağlı olan şeylərdə. Hansı ki tərəflərdən biri çox işləyir misal üçün və çox işlədiyinə görə digər tərəfə mənə falan şeyi xatırladarsan və ya nəsə istənir ondan, digər tərəf də deyir ki, razılaşıram, amma xatırladarsan misal üçün. Belə şey demə haqqını özündə görür. Mən düşünürəm ki, bu da tamamilə yanlışdır. Baxmayaraq ki, bunlar bir-birlərinə çox yaxın insanlardılar. Amma yanlışdır. Çünki digər tərəf onu elə deyəndə bir növ, bəlkə də indi bu kontekstdən kontekstə dəyişər, amma xatırlatmaq istəmir. Onun digər tərəf tərəfindən xatırlanmağını istəyir. Elə işin dəyəri oradadır. Və nəticə olaraq düşünürəm ki, hansı işdə olmağından asılı olmayaraq, nə tip pozisiyada olmağından asılı olmayaraq, təbii ki, həyatının bəzi çətin, ağır dövrün keçmirsə xatırladılmağını istəyən şəxs və ya başqa kənar faktorlar yoxdursa, bizim nəzərə almadığımız indi, bu zaman yenə də xatırladılmasını istəməməlidir. Siz nə fikirləşirsiniz? Fikirlərinizi yazarsınız. Sağ olun.